Salam dəyərli müdavim və müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Mən Fidan İskəndərova, PES Akademiyada Azərbaycan dili üzrə müəlliməm. Bugün mən hər kəsə yararlı olan bir qaydalar kitabını tanıtdırmaq istəyirəm. Hansı ki, bu qaydalar kitabında deməli, Azərbaycan dili və riyaziyyat üzərindən bütün mövzular ardıcıl olaraq özü də ən asan dildə yer almışdı. Bundan da əlavə, təbii ki, bundan bitmir. Həm də bu qayda kitabında ümumi 500 qızıl qayda Azərbaycan dili üzərindən qeyd olunmuşdur. Gəlin elə bir neçə qeydi sizlərə ekranda izah edərək sizlərin diqqətinə çatdırım. Aha, məsələn, Fessayağı qızıl qayda 65, itirdi, qaçırdı, köçürdü tipli sözlər vurğusu dəyişmə ilə mənası dəyişən sözlərdir. Eyni zamanda bu sözlərin həm də zamanı, quruluşu fərqlidir. Bu tip sözləri kök və şəkilçiyə ayırıb daha dəqiq quruluşunu təyin etmək olar. Gəlin yazaq. Məsələn, itirdi. Biri də var yazıram ki, itirdi. İtirdi. Bəli, bu tip sözlər həm vurğusuna görə dəyişir. Məsələn, itirdi vurğu sonda, itirdi deyəndə isə vurğu ikinci hecaya düşmüş olur. Vurğusundan tapdıq. Amma gəlin bunun quruluşunu da baxaq görək, hansı quruluşdadır. Yadda saxlayın, sözə sual vermə metodu ilə məhz bu problemli sözlərdə də quruluşu tapa bilərik. Məsələn, itirdi. Sual verəcəksən ki, nə etdi, itirdi. İtirdi, nə edirdi, itirdi. Bəli, verdiyin sualda eşitdiyin şəkilçilər qrammatik olur. Verdiyin sualda eşitmədiyin şəkilçi isə leksik olmuş olur. Yəni, bu bizim bu qızıl qaydadan əsas qeydlərimizdən biri sayılır. Bəli, bu formada artıq sən itirdi və itirdi tipli sözlərin quruluşunu da bildin. Bu sözlərdə vurğunu da təyin etmiş oldun və anladın ki, hər dəfə belə bir sözləri bir-birindən fərqləndirmək üçün hansı qısa yoldan istifadə etmək lazımdır. Daha sonra bəli, Fessayağı qızıl qayda 68-ə baxacağam. Orada qızıl qeyd olaraq bildirilib ki, bəzi şəkilçilər həm iki leksik, həm də bir bütöv leksik formada təhlil edilə bilər. Bu şəkilçilər hansılardır? Məsələn, ıntı, inti, untu, üntü, lan, lən, daha sonra laş, ləş, laşləş, ıl, il, ul, ül, ıt, it, ut, üt. Bax, bu şəkilçilərdir ki, ış, iş, uş, üş. Həm birlikdə bir leksik, həm də ayrı-ayrı iki leksik formasında təhlil edilə bilər. Bəs bunu necə fərqləndirək? Nə zaman elədir, nə zaman elə deyil? Yadda saxlayın. Bu şəkilçilərin demək olar ki, tən ortasından bir xətt çəkin və o çəkdiyiniz xəttin arasına, yəni yanına maqmək yazın hər birində. Maqmək yazmış olacaqsınız hər birində. Bəli, qeyd eləyək. Maqmək və nəhayət burada maqmək. Əgər əziz müdavimlər, bu tip şəkilçilərin o araya kəsmə qoyduğunuzda, ara kəsmə, həmin hissəsinə maqmək yerləşdirəcəksiniz. Əgər alınacaqsa, deməli orada iki leksik var. Alınmayacaqsa bir leksik var. Məsələn, deyirəm ki, görüntü. Görüntü sözünü, bax, bura yazıram. Görüntü. Gəl bu hissəsinə maqməki qoy. Qoyuram və necə olur? Görünmək. Deməli, bəli, görünmək deyə bilirəm deyə mən ıntı, inti, untu, üntünü məhz bu sözlə iki leksiklə göstərə bildim. Amma məsələn, deyirəm ki, qırıntı. Bax, gəl bura yazaq. Qırıntı. Bax, qırınmaq sözü yoxdur. Qırınmaq sözü yoxdur deyə ıntı burada birlikdə leksik şəkilçi sayılır. Məsələn, şifahi nümunələr deyim, daha vaxt getməsin. Tutaq ki, vidalaşmaq sözündə vida sözün köküdür, vidalamaq sözü yoxdur deyə orada laş birlikdə leksik şəkilçi kimi götürüləcək. Amma salamlaşmaq deyəndə salam sözün kökü, salamlamaq sözü var deyə la ayrıca leksik, ş ayrıca leksik olmuş olur. Və hər kəsə problemli sayılan qorxutmaq sözü də bu tip nümunələrə aiddir. Qorxutmaq sözünü də gəlin yazaq. Qorxutdu, məsələn. Qorx sözün kökü, ıt, it, ut, üt, bax, burada var ki,
bu tip şəkilçilərdə belə araya maqmək əlavə etmək lazımdır. Qorxumaq sözü varmı? Yoxdur əziz müdavimlər. Yoxdur deyə it, it, ut, ütü sən burada birgə təhlil etmiş olacaqsan. Amma desəm ki, ləngitdi, o zaman ləng sözün kökü, ləngimək sözü var deyə i ayrıca leksik, t ayrıca leksik olmuş olur. Bəli, bu bunun praktik yoludur. Bu bunun tənbəl sayağı yoludur. Bəs bunun məntiqi yolu nədir? Niyə qorxutmaq sözündə u və t bir-birindən ayrılmır? Onu da xahiş edirəm rəy bölməsinə yazın. Mən bir-bir sizin rəyinizi yoxlamış olacağam. Bir daha nəzərinizə çatdırım ki, hər bir dediyim qızıl qeydlər, baxın bu qayda kitabında öz əksini tapır. Qayda kitabımız həqiqətən də nümunə səhifələrlə də tanış ola bilərsiniz ki, daha çox keyfiyyətinə bələd olmuş olasınız. Nümunə səhifələr üçündə mən ekrana nömrə yazıram. O nömrəyə yazın. Yəni bu nömrə satışa baxmır artıq. Bu nömrə sadəcə nümunə səhifələr üçün sizlərə dəstək olmuş olacaq. Baxacaqsınız nümunələrə. Əgər bəyənsəz, istənilən məktəb və ofis ləvazimat yerindən bu qayda kitabını əldə edə bilərsiniz. Qiymət 15 manat, dediyim kimi 15 manatın içərisində riyaziyyat, Azərbaycan dili qaydaları tam sıfırdan ən axıra qədər, eyni zamanda nə az nə çox 500 ümumi qızıl qayda öz əksini tapmışdır. Belə. Daha sonra davam edək. Başqa qaydamıza baxaq. Biraz istəyirəm ki, daha sizə bu izah yararlı olsun deyə daha qəşəng qayda çıxartmaq istəyirəm. Aha. Olsun. Ki haqqında danışmaq istəyirəm. Ki haqqında. Ki ayrı yazılarsa ya ədatdır, ya da bağlayıcıdır. Əgər ki, diqqətli olaq. Aha. Əgər ki, solunda da, sağında da cümlələr, amma müxtəlif cümlələr gətirərsə, mütləq bağlayıcıdır. Gəl baxaq. Yazıram ki, müdavim başa düşsün. Oxuyuram ki, hər şey aydın olsun. Bir daha qaydanı deyirəm ki, o zaman bağlayıcıdır ki, o zaman bağlayıcı sayılar ki, solunda da, sağında da müxtəlif cümlələr olsun. Bir-birindən xəbərsizə belə deyək, müxtəlif cümlələr olsun. Bəs niyə mən bu müxtəlif sözünü gedib gəlib dəfələrlə deyirəm? Çünki bəzən görəcəksən ki, kinin solunda da, sağında da eyni cümlə var. Məsələn, oxumur ki, oxumur, almır ki, almır, baxmır ki, baxmır tiplərində fikir versən, solunda da, sağında da eyni cümlələrdir. Mən bunu həmişə müdavimlərə belə izah edirəm. Papuqay kimi bir sözü bir neçə dəfə deyirlər burada. Oxumur ki, oxumur, baxmır ki, baxmır və s. O tip danışıqlarda ki, ədat sayılmış olacaq. Bəli, ədat sayılır. Yerdə qalan kilər, məsələn, cümlənin sonunda gələcək, məsələn, sözə qoşulacaq. Buradakı kilər də ədatdır. Məsələn, evə tapşırıq vermişdiniz ki, ədatdır. Siz ki, bunları bilməlisiniz, ədatdır. Belə ki haqqında da bu qədər. Ümid edirəm ki, qeydlər işinizə yarayır. Baxaq görək başqa sizə nə izah verim ki, baxasınız ki, həqiqətən də bu qayda kitabımız möhtəşəmdir. Əl əməyi göz nuru. Həqiqətən də mən hər qaydanı, hər vasitəmizi bu qədər tərifləmirəm. Hər birində əziyyət var, amma burada daha çox əziyyət var. Çünki bu konkret o söz var ya, loru dildə yazılıb. Testləri biz istəsək də lor dilində yaza bilmərik, düzdürmü? Testi, qayda isə qaydadır. Bu nəzəriyyədir deyə buna istədiyimiz izahları yerləşdirə bilirik. Bəli, hansı tipə baxım? Bilməliyik ki, bəzi saylardan sonra gələn isimlər təkdə olur, bəzi saylardan sonra gələn isimlər cəmdə olur, bəzi saylardan da sonra gələn isimlər həm təkdə olar, həm də cəmdə olmuş olar. Yadda saxlayaq nəyi? Birlərlə başlayan saylar var. Məsələn, bir sıra, bir çox.
Məhz bu iki say özündən sonra gələn ismi mütləq şəkildə cəmdə tələb edir. Mütləq şəkildə cəmdə tələb edir. Bu, bəli, əsasən belədir. Məsələn, bəzən ola bilər ki, hansısa bir izahda, hansısa bir qayda kitabında sizin qarşınıza çıxa bilər. Məsələn, bir sıra dəri çantalar. Məsələn, düşünərsiniz ki, bəs dedim axı özündən sonra gələn isim cəmdədir. Bəs niyə dəri sözü burada cəmdə olmadı? Anlayıram. Yəni vəsaitlərdə də yazıla bilər. Onun da bir məntiqi var ki, o tip sözlər, yəni bir sıra sözü aid olduğu ismi cəmdə istəyir. Axı bir sıra dəri sözünə aid deyil. O səbəbdən də mütləq şəkildə bu tip qaydalarda ən qəşəng dərinliyə getmək üçün bunu yadda saxlayın. Nə olur olsun, say aid olduğu ismi təkdə istəyərmi, cəmdəmi istəyər, həm təkdə, həm cəmdəmi istəyər? O səbəbdən bilin ki, elə əsasən, yəni o qədər imtahanda sizin beyninizi yormayacaqlar deyə əsasən bilin ki, eyb yox. Bir sıra bir çox sözündən sonra gələn isimlər cəmdə olmalıdır. Daha qəşəng desək, bir sıra və bir çox saylarının aid olduğu isimlər mütləq şəkildə cəmdə olmalıdır. Məsələn, bir sıra problemlər, bir sıra müdavimlər, bir sıra ev tapşırıqları. Bax, ona qalsa ev də isimdir. Amma evlər demirəm ki, deməli sən məhz aid olduğu sözün cəmdə olmağını götürməlisən. Onların da hamısı bax bu qayda kitabında öz əksini tapıb. Daha sonra yerdə qalan birlərlə başlayan sayları var. Məsələn, biraz, bir qədər, bir neçə. Bu tip saylar özündən sonra gələn isimləri hökmən təkdə istəyəcək. Bunu da bildik. Daha sonra sizə bu tip qaydaları necə ümumiləşdirək? Sayın şəkilçiləri var da, məsələn, larla, larca, ıncı, yadda saxla, sayın şəkilçilərinin hər biri aid olduğu ismi həm təkdə istəyər, həm də cəmdə istəyər. Məsələn, birinci sinif doğrudur, birinci siniflər bu da doğru sayılır. Əla, birlərlə başlayanları ayırdıq, şəkilçiləri ayırdıq. Daha sonra bunu da qruplaşdıraq ki, az, xeyli. Bu tip sözlər özündən sonra gələn isimləri mütləq şəkildə təkdə tələb edir. Bundan başqa nə deyə bilərik? Müəyyən miqdar sayları var. 5, 10, 15 fərq etməz. Bunlar da əsasən özündən sonra gələn, yəni aid olduğu isimləri təkdə tələb etmiş olur. Belə, bir qeyd də deyim, bax bu qayda kitabımızdan. Yəni o deyirlər, səhərə qədər danışsam, bu kitabın keyfiyyətini sizə izah edə bilmərəm. O qədər keyfiyyətli tərtib olunub. Bir qızıl qeydimiz də bəli sizə verim. Deməli, yadda saxlayın nəyi? Dərəcələrdə bu önəmli faktordur. Açıq sözündən sonra sən mütləq şəkildə rəng bildirən söz yazmalısan ki, həmin nümunən azaltma dərəcəsi sayılsın. Çünki açıq sözün əslində mən çox nümunə qoşa bilərəm. Məsələn, açıq fikirli, açıq aydın, açıq çay, açıq aşkar. Görürsən nə qədər nümunə var? Onların heç biri əslində azaltma dərəcəsi deyil. Məhz açıq o zaman azaltma funksiyasında işlənir ki, rəng bildirən sözə qoşulsun. Məsələn, açıq qırmızı, açıq yaşıl və s. və ilaxır. Və bu mövqedə də defislə yazılmış olacaq. Bir qeyddə deyim, bir deyə izahımız uzanır. Açıq sözündən sonra, indi bu yazılışa da baxaq da, orfoqrafiyaya da biraz toxunaq. Açıq sözündən sonra lıli, lulu şəkilçili söz gələrsə, bu zaman bitişi yazılır. Məsələn, açıq fikirli, açıq düşüncəli və s. və ilaxır. Əziz müdavimlər, bir daha deyirəm. Yəni, əslində bu, belə deyək də, qeydləri çox da yaymaq bir kurs üçün tövsiyəli olmur. Çünki bütün xırdalıqlar burada var. Hətta belə deyək də,
məsuliyyətli müdavim bu qaydaları oxusa, heç kursa yazılmağa qətiyyən gərək qalmır və yaxud da izahı ilə oxuyanda başa düşürsə, heç onu izah etmək üçün bir müəllimə qoşmağa gərək qalmır. O səbəbdən deyirəm ki, yəni bu keyfiyyətdə olan qızıl qaydaları mütləq şəkildə əldə edin. Bəzilərinə qiymət 15 manat baha gəlsə belə, amma bunun bu məntiqini dərk eləyək ki, burada bir fən yox, iki fən var. Yəni sən ayrı-ayrılıqla iki qayda kitabını alsan, yəni ikisi bir yerdə 15 manat olmayacaq. Yəni bunun bu məntiqini dərk eləsəz, inanın ki, siz qabağa düşürsüz, nəinki sizə kimsə atış gəlmiş olur. Birdən düşünərsiniz ki, bahadır, niyə qayda kitabına bu qədər pul verim? Çünki bu qayda kitabı 1000 qayda kitabına dəyər bir keyfiyyətdə tərtib olunub. Bizim noyabr qruplarına qoşulmaq üçün nə etməlisiniz? 055 527 25 99 menecer nömrəsinə WhatsApp üzərindən yaza bilərsiniz. O zaman sizə onsuz da bu qeydlərin hər biri PDF formasında da hissə-hissə evə tapşırıq verildikcə göndərilmiş olur. İzahlarımız yararlı oldusa bəyənib öz dəyərli fikirlərinizi rəy bölməsində yazmağı unutmayın. Hələlik.